Bundan əvvəl Naxçıvanın penitensiar xidmətinin rəisi Tofiq Həsənov da həbs olmuşdu. Səhv etmirəmsə ona da təqribən 10 ilə yaxın, ya 10 ildən bir qədər artıq cəza verilib. Bundan başqa Vasif Talıbovun dövründə hələ Naxçıvanın keçmiş Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı Mənsur Əsgərov, Naxçıvanın sabiq Maliyyə Naziri, eyni zamanda Arxitektura və Şəhərsalma Komitəsinin sədri də həbs olunmuşdu. Onlar bir müddət istintaq təcridxanasında saxlanıldı. Ondan sonra onlara şərti cəza təyin olundu. Niyə mən bu barədə danışıram? Niyə bu fikirləri səsləndirirəm, əziz tamaşaçılar? Çünki siqnallar var ki, bu gün də Naxçıvanda kimlərinsə tapşırığını yerinə yetirən və yaxud da yerinə yetirməyə həvəsli olan məmurlar var. Bax, görürsünüz, Vasif Talıbov indi öz evində istirahət eləyir. Amma bəzi keçmiş məmurlar, onun dövründə çalışan insanlar cəzalandırılır. Şərti cəza da olsa cəzadır. Həmin o 3 məmurun ki, mən adını çəkdim, keçmiş Dövlət Gömrük Komitəsinin əməkdaşı, eyni zamanda sabiq Maliyyə Naziri və Arxitektura və Şəhərsalma Komitəsinin sədri, onlar bir ildən çox istintaq təcridxanasında saxlanıldılar. Bir həbs həyatı yaşamış insan kimi deyə bilərəm ki, orada həbsxanada yaşanan bir gün belə çoxdur. Bir ilə yaxın müddətin belə həbsxanada keçirməsi onlar üçün böyük bir cəza idi. Onlar isə dediyimiz kimi tapşırıqları icra eləmişdilər. Konkret olaraq kiminsə tapşırığını yerinə yetirmişlər və beləliklə cəzalandırılıblar. Amma kimsə tapşırıq verəndə də baxmalısan ki, bu tapşırığı necə verirlər? Yəni, bu tapşırıq qanunidirmi, qanunsuzdur? Kimsə deyəcək ki, sən get özünün 8-ci mərtəbədən, 15-ci mərtəbədən at aşağı. Gedib atacaqsınız. Bu nə məntiqdir, bu nə yanaşmadır? Kimin imzası hardadırsa, başı da oradadır. Siz imzalamısınız hansısa sənədləri, qanunsuzluğa yol vermişsiniz, mənimsəmişsiniz, rüşvət almışsınız. İndi nə fərqi var ki, aldığınızı aparıb kimə vermişsiniz? Seymur Talıbova vermişsiniz, Vasif Talıbova vermişsiniz. Nə bilim, kimə vermişsiniz, hər kimə vermişsiniz. Amma sonuçta bu günahı, bu deyək ki, nöqsanı siz etmişsiniz. Ona görə də bugün cəzalandırılırsınız və heç kim də bu cəzadan, bu məsuliyyətdən kənarda qala bilməz.